Ekstradisiya haqqında 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə ekstradisiya haqqında 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Hikmət Xanlaroğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorluğunun ofisi tərəfindən təmin edilib. Belə ki, Daxili İşlər Nazirliyinin baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Vəliyev Hikmət Xanlaroğlunun Cinayət Məcəlləsinin 182.4-cü, xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Hikmət Vəliyev Ukraynanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib.